Bax, qeyd etdiyim kimi bu gün artıq sizinlə əlavə dərsimizdə əziz müəllimlər və əlavə dərsimiz taksonomiya mövzusudur ki, çox əhəmiyyətli, vacib mövzulardan biridir. Qeyd götürənlər mən əlavə təzədən qeyd götürüm. Əgər qeydləriniz kifayət qədər deyilsə götürə bilərsiniz. Və yeni müəllimlər var idi ki, hansı ki mən onları sonradan qrupa əlavə eləmişdim. Məsələn, Nəzrin, Nərgiz, digərlər, Aliyə müəllimə. Və bu günləri əlavə göndərdiyim linkdə olan müəllimlər, onlar özləri üçün qeyd götürə bilərsiniz. Sonra dərsdən sonra dediyim kimi bütün PDF-ni, materialları götürəcəm, göndərəcəm sizə. Ümumiyyətlə taksonomiya çox əhəmiyyətli mövzudur və taksonomiya və bir neçə mövzu var ki, və inteqrasiyanı deyim elə, hər il müxtəlif yanaşmalar olunur. Əslində bu mövzular xarici mənbələrə əsaslanır, bunu bilirik də. Amma bizim öz metodistlərimiz, təhsil institutunun rəsmiləri fərqli-fərqli yanaşmaları bizə təqdim edirlər. Çox təəssüf ki, bizdə bəzən olur ki, bu dəyişikliklərlə ayaqlaşmaq məcburiyyətindəyik. Çünki sabah testdə biz hansı yanaşmanı götürməliyik, onlar bizim hansı yanaşmamızı düzgün qiymətləndirəcək, ona üstünlük verməliyik. Və bu gün də taksonomiya haqqında danışacağam. Bir mərhələdə yenə bəzi dəyişiklik var, onu da deyəcəm və ona çatanda hamı bir nəfər kimi o qeydin götürsün. Ümumiyyətlə, ilk öncə taksonomiya nədir? Taksonomiya odur ki, təlim məqsədlərini düzgün müəyyən etməyə xidmət edir. Bax, yəni bizim bugünkü məqsədimiz nədir? Deyək ki, qarşımıza məqsəd qoymuşuq, kurikulumu öyrənməliyik, düzdür? Hamınız qulaq asın, zəhmət olmasa. İsrarla kameranı açın deyə bilmirəm, əlavə olduğuna görə, amma qulaq asın. Yenə də deyirəm, imtahanın ən olmazsa olmaz mövzusudur. Yəni, məqsədimiz nədir? Kurikulumu öyrənmək. Məqsədimizi hansı mərhələdə həyata keçirdirəcəyik? Yəni, fəaliyyəti özündə əks etdirir. Yəni, taksonomiya iyarxiyaya quruluşa malikdir. Ən vacib məqam bunu bilin. Burada sadədən mürəkkəbə doğru gedir. Bax, sadədən mürəkkəbə doğru. Ardıcıllıq olmalıdır. Sən eyni anda taksonomiyanın mərhələlərini eyni anda inkişaf etdirə bilməzsən. Bu mümkünsüz bir şeydir. Amma sadədən mürəkkəbə doğru ardıcıl şəkildə bunu həyata keçirdə bilərsən, dediyim kimi. Və taksonomiyanın məqsədi o deməkdir ki, şagirdi fəaliyyətə cəlb edərkən şagirddə tətbiq olsun, yəni bacarıq formalaşsın. Və taksonomiyadan ən vacib məqam danışarkən nəyi bilmək lazımdır? Mərhələləri və situasiyalarda bu mərhələləri bir-birindən fərqləndirmək lazımdır. Benjamin Bloom-un adı ilə əlaqəli deyim, 1956-cı ildə ilk dəfə təqdim olunub, sonradan onun tələbələri ona yenilik edib və sair və ilaxır. Bu kimi səhti məlumatlarla bizim işimiz yoxdur. Sabah imtahanda sadəcə sizə taksonomiyanın mərhələlərini soruşacaqlar, bir-birindən ayırt etməlisin. Öncəliklə onu bil ki, taksonomiyadan danışarkən 2 səviyyəsi var. Bax, 2 səviyyəsi var. Sən testlərdə ATS-də görəcəksən, YTS-də görəcəksən. Abreviaturadır, qısaldılmış formasıdır. ATS nədir? Aşağı təfəkkür səviyyəsi. Aşağı təfəkkür səviyyəsi. YTS nədir? Yuxarı təfəkkür səviyyəsi. Deməli, bil ki, taksonomiyadan danışarkən burada 2 səviyyə var. Və hər səviyyənin 3 mərhələsi var. Bizim lazım olacağımız məlumat, biləcəyimiz bir məqam bu 6 mərhələni bilməkdir. Ümumiyyətlə, bax, bu sözlər var ha. Bir çox mövzularda, situativ testlərdə görəcəksən. Bugün müəllimin məqsədi nədir? Şagirdlərdə həm aşağı təfəkkür səviyyəsini, həm də yuxarı təfəkkür səviyyəsini inkişaf etdirməkdir. Əgər situativ testin birində bir dənə düşsə ki, müəllimin məqsədi yalnız ATS səviyyəsini yüksəltməkdir, denən yalandır. Və yaxud da ki, yalnız YTS mərhələsini inkişaf etdirməkdir, ona da yalan dedi. Çünki mərhələli şəkildə hər birini inkişaf etdirməkdir. İndi gəl görək aşağı təfəkkür səviyyəsinə hansı mərhələlər, yuxarı təfəkkür səviyyəsinə hansı mərhələlər aiddir. Bax, aşağı təfəkkür səviyyəsinə aid olan mərhələlərimiz xatırlamaq, anlamaq, tətbiq etmək,
təhlil etmək, dəyərləndirmək və yaratmaq. Bax, sırf taksonomiya bundan ibarətdir. Və inanın tam səmiyyətimə, istəyir MİQOL, istəyir sertifikasiya mərhələsinə hazırlaş, situativ testlər düşür. Düzdür, qapalı formadadır. Məsələn, variant verilir ki, verilən variantlardan birində uyğunluq pozulub, o variantlarda da uzun-uzadı situasiyalar öz əksini tapır. Amma taksonomiya yeganə mövzulardan biridir ki, bircə dənə qısa cümlə verəcək sənə, bircə dənə. Və deyəcək ki, taksonomiyanın mərhələsi müəyyən et. Və o qısa cümlədə sən o məzmunu tutmalısan. Onu müəyyənləşdirməyi bacarmalısan. Ona görə də diqqətli olaq mərhələlərdə. İndi gəl görək ki, ilk proses xatırlamaq mərhələsini mən nə zaman götürərəm? Xatırlamaq nədir? Ümumiyyətlə ilkin bazda xatırlamaqdır. Əgər bax sənin ilkin xatırlamaq, yada salmaq, hətta onu deyim ki, bura yada salmaq, sinonim cümlələrdə yada salmaq və yaxud da ki, yadda saxlamaq sözlərin görsən, məsələn, necə? Variant, test tapşırığında şübhələnirsən ki, bu variant xatırlamaq mərhələsinə aiddir. Amma sən xatırlamaq sözünü görmürsən, yada salmaq, yadda saxlamaq kimi sözləri görəndə o zaman elə asanlıqla onları da götürə bilərsən, çünki sinonim sözlərdir. Yəni, ilkin mərhələ olaraq xatırlamaq mərhələsi olmalıdır. Əgər xatırlamaq mərhələsi olmasa, sən digər mərhələləri inkişaf etdirməkdə çətinlik çəkərsən və inkişaf etdirə bilməzsən. Bax, xatırlamaq mərhələsinin kökü nədir? Əzbərçi məlumatlara əsaslanır. Əzbərçi. Məsələn, deyirəm ki, ismin neçə halı var? Azərbaycan Respublikasının dövlət himninin bəstəkarı kimdir? Konkret olaraq qapalı suala dayanır xatırlamaq mərhələsi. Bax, net onun bir dənə cavabı var. Amma yəni səndən həmin o cavabdan fikri əsaslandırmağı istəmir. Sadəcə olaraq şablon. Məsələn, Newtonun 3-cü qanunu hansıdır? Və yaxud da ki, Azərbaycan dilinin orfoqrafiyası nədən ibarətdir? Əhməd Haradadır filminin rejissoru kimdir? Razılaşıram sizinlə ki, bu tip sualları cavablandırmaq çox asandır və onsuz da bu sənə xatırlamaq mərhələsini verir. Və xatırlamaq mərhələsi başqa aspektdə necə düşə bilər? Bax, məsələn, cümləni elə təqdim edər ki, sənə digər mərhələləri apara bilər. Xatırlamaqda sadalamaq var, sıralamaq var, müəyyənləşdirmək var, tərifini de, adlandır, bu kimi açar sözlər var. Amma sən açar sözlərlə yola çıxsan, məsələn, sadalamaq sözünü görürəm, sıralamaq sözünü görürəm, yalnız xatırlamaq mərhələsi götürəcəm deyə bir yanaşma yoxdur. Bəli, sən məzmuna baxırsan. Bax, məsələn, deyirəm ki, ismin hallarını ardıcıllıqla sırala, ardıcıllıqla sadala. Bu taksonomiyanın hansı mərhələsini inkişaf etdirəcək? Əlbəttə ki, deyəcəksən ki, xatırlamaq mərhələsi. Və yaxud da deyirəm ki, Ögey ana filmində baş obrazları müəyyənləşdir. Sən müəyyənləşdir sözünə görə gedib digər mərhələyə baxmayacaqsan. Yadıva salırsan ki, görəsən Ögey ana filmində baş obrazlar kimdir? Yəni, konkret o var, sən də onu yadıva salır, nə edirsən? Xatırlayırsan. Deməli, xatırlamaq mərhələsini ümumi şəkildə bir məqamla ümumiləşdirsək, deyərəm ki, yada salmaq, xatırlamaq, ardıcıllıqla sıralamaq, əgər onun kökündə fəaliyyət yoxdursa, əlbəttə ki. Məsələn, işğaldan azad olan torpaqları ardıcıllıqla sırala. Bu hansı mərhələdir? Xatırlamaqdır. Sadəcə yadıva salırsan ki, hansı ardıcıllıq var idi, su qovuşan var idi, digərləri var idi. Yəni, o ardıcıllığı bir iş görmədən yadıva salıb deyirsən. Nə olacaq? Xatırlamaq mərhələsi olacaq. Məsələn, Rufanə müəllimə, siz bir dənə səsinizi açın. Rufanə Qəhrəmanova. Xoş gördük. Necəsiz? Yaxşı olasınız. İxtisasınız nə idi sizin müəllimə? Fiziki tərbiyə.
Fiziki tərbiyədir. Məsələn, sizə desələr ki, belə bir sual versələr ki, idman növlərini ardıcıllıqla sırala. Verilən situasiya taksonomiyanın hansı mərhələsinə aiddir? Nə deyəcəksiniz? Xatırlamaq mərhələsi, yadda Əlbəttə salmaq, ki, yadda saxlamaq. bəli, tamamilə doğrudur. Bəli, adı Deməli, xatırlamağın kökündə nə dayanır? Məsələn, situasiyalarda xatırlamağı necə taparıq? Bir cümlə ilə ifadə edin, zəhmət olmasa. xatırlamaq taparıq. Bəli. Hazır məlumat var da, məsələn, kitabda Kökündə, yazılıb. Hı. kökündə fəaliyyət olmayan bir şey olsun da, Bəli. xatırlamaq da belə var. Doğrudur. Kökündə fəaliyyət yoxdur, əzbərçi məlumata əsaslanır. Yaxşı. Başqa sualınız yoxdur ki? Eyni olacaq. Buyurun. Bax, xatırlamağı düşünürəm ki, hamımız bildi. İndi sonda situativ testlərlə direktə sual-cavab eləyəcəm. Sonra gəlir anlamaq mərhələsi, əziz müəllimlər. Bax, anlamaq mərhələsi nə deməkdir? Ümumiyyətlə, bir dənə bunu bilin ki, özünüz üçün. Taksonomiyanın mərhələləri bir-biri ilə əlaqəlidir. Biri olmasa, digəri inkişaf eləyə bilməz. Sənin baza biliyin olmasa, sən anlamaq mərhələsinə gələ bilməzsən. Bunu da bil ki, eyni anda bütün mərhələləri inkişaf etdirə bilməzsən. Paraleldə gərək birinci baza biliyin olsun, bünövrən olsun, ondan sonra sən anlayasan, sonra digər mərhələyə keçəsən. Anlamaq mərhələsi isə artıq nədir? Əlaqələndirmək, nümunə gətirmək, izah etmək, şərh etmək. Bax, anlamağın əsas faktoru odur. Əvvəlki bilik ilə yeni bilik arasında əlaqə yaratmaq, dərk etmək, interpretasiya etmək. İnterpretasiya nə deməkdir? Yəni, fərqləndirmək, nümunə gətirmək, müqayisə etmək. Bax, bunlar anlamağın əsas açar sözlərdir. İzah et, şərh et, dərk et, nümunə gətir, qruplaşdır, təsvir elə, öz sözlərinlə şərh et, öz sözlərinlə izah et. Bax, bu anlamağın əsas açar məqamıdır və yeniliklərdən bir dənə fərqlisi əsaslandırmaq feilinə toxunub. İzah etdiyim qruplar bilir ki, əsaslandırmaq feilin görsən, ya təhlil, ya da dəyərləndirmədən şübhələn yanaşmasını etmişdik biz. Və gəlib bu yeni tayin falan çıxandan sonra bəzi suallarda, hətta ki, təhsil səviyyəsində olan suallarda əsaslandırmaq feilin anlamaq mərhələsinə də əlavə eləyiblər. Yazanlar, qeyd eləyənlər var idi. Bu əsaslandırmaq feilin anlamağa da verin. İndi onun əsas açar məqamını deyəcəm ki, sizə ki, nə zaman sən əsaslandırmaq feilin anlamaqdan müəyyənləşdirə bilərsən, yəni görə bilərsən. Əsaslandırmağı nə zaman anlamaqda götürəcəksən? Əgər sənə desə ki, məsələn, iki əşya arasında baş verən prosesləri, məsələn, müqayisə ilə fikir və əsaslandır. Bax, bu əsaslandırmaq sözün başqa sözlə də əvəz eləyə bilərsən. Deyirəm ki, baş verən prosesləri müqayisə et, fikri əsaslandır dedi. Dəyişə bilirəm ki, baş verən prosesləri müqayisə et, fikri şərh et. Bax, görsən, burada sübuta gərək yoxdur. Sadəcə olaraq deyir ki, əsaslandır, yəni izah et, şərh et. Bu zaman olacaq anlamaq. Yəni, əgər sən əsaslandırmaq sözün səthi şəkildə fərqləndir fikri və əsaslandır, müqayisə et fikri və əsaslandır və yaxud da ki, əsaslandır sözün sən sübut kimi yox, söz önü ilə əlavə edirsən, dəyişdirirsən də, yerinə söz qoyursan. Əvəz etmə üsulu deyilir bunu Azərbaycan dilində. İbtidai sinif müəllimləri, Azərbaycan dili müəllimləri məni daha yaxşı başa düşər. Yəni, ümumiləşdir, müqayisə ilə nəticə çıxart və yaxud da ki, ümumiləşdir, nəticə çıxart, əsaslandır. Bax, bu nə olacaq? Anlamaq mərhələsi olacaqdır. Deməli, mən anlamaq mərhələsini necə başa düşəcəm? Anlamaq mərhələsi odur ki, əlaqələndirirsən, izah edirsən, nümunə gətirirsən, öz sözündən şərh eləyirsən, müqayisə etdikdən sonra fikri əsaslandırırsan, amma dəlil, sübut, fakt, araşdırmaq yoxdur, sadəcə olaraq səthi yanaşmadır. Bu, anlamağın əsas açar məqamlarından biridir. Bir də anlamağın bəzi məqamlarından biri odur ki, düstura əsasən
Bax, müəllim sənə düstur verib, düstur. Və yaxud da ki, müəllim sənə nümunə verib, nümunə. Nümunə əsasında tapşırığı əgər icra edəcəksənsə, sən buna anlamaq mərhələsi deyək. Yəni, anlamaqda nə var? Hazır məlumatı verir sənə. Hazır məlumatdan istifadə edərək icra eləyəcəksən. Demək ki, bunun kökündə fəaliyyət var. Bax, məsələn, keçən illəri düşmüşdü fiziklərə. Ohm qanunundan istifadə edərək tapşırığı icra elə. Anlamaqdır. Riyaziyyatçılara düşmüşdü. Bax, bircə də cümlə Pifaqor teoremindən istifadə edərək tapşırığı yerinə yetir. Sənə əgər hazır düstur veribsə və yaxud da deyir ki, müəllimin verdiyi nümunəyə bax, nümunə əsasında tapşırığı icra elə. Bu hansı mərhələ olacaq? Əlbəttə ki, anlamaq mərhələsi olacaqdır. Deməli, anlamaq mərhələsini ümumiləşdirsəm, nə deyəcəm? Məsələn, isimlə sifətin oxşar cəhətlərin fərqləndir, fikri əsaslandır. Bax, bu anlamaq olacaq. Və yaxud da biri var deyirəm ki, isimin halların ardıcıllıqla sırala, buna biz xatırlamaq deyəcəyik, bəli. Amma desəm ki, isimin hallarına nümunə gətir, ona anlamaq deyəcəksən. Çünki sən dərk etməlisən, başa düşməlisən ki, ismin hansı halından əlaqələndirməlisən. Yəni, bu anlamaq olacaqdır. Bax, təfəkkürdə keçəcəm növbəti dərsimiz və son günümüz də biliyə olacaq əlavəyə ayırdığım günlərdə. Yenə bunu taksonomiyadan əlaqələndirəcəm və görəcəksiniz ki, daha yaxşı başa düşə bilirsiniz. Yəni, ümumiləşdirsək anlamağını, əlaqələndirmək, nəticə çıxartmaq, ümumiləşdirmək, şərh eləmək, öz sözləri ilə izah etmək, öz sözlərindən nümunə gətirmək. Bax, bu anlamağa aid olacaqdır və anlamağın ən açar məqamlarından biri də yenə o olacaq ki, düstur əsasında, müəllimin verdiyi nümunə əsasında hansı bir fəaliyyətin icrasını sən həyata keçirdə bilirsənsə, buna əlbəttə nə deyəcəksən? Anlamaq deyəcəksən. Sonra gəlir tətbiq etmək. Bax, tətbiq etmək mərhələsində artıq sən nə edəcəksən? Tapşırığın icrasını yerinə yetirəcəksən. Tapşırığın icrasını. Bax, burada icra var. Fəaliyyət var artıq, bax, fəaliyyət. Məsələn, hansı obrazı səhnələşdirmək, hansısa tapşırığı icra etmək. Məsələn, ilk yanğın zamanı kömək göstərmək. Yəni, kökündə fəaliyyət var, sən o fəaliyyəti həyata keçirdirsən. Belə luru dildə desəm, sanki bax, bu tətbiq etmək var, hərəkətliliyi istəyir səndən. Həm fiziksel, həm də ki, beyində də zihinsel. Məsələn, əgər sənə desə ki, bəli, Gülşən, sualınız var? Hə, məsələn, sənə desə ki, hansısa düstura bax, tapşırığı icra elə, buna anlamaq deyəcəksən. Amma sənə desə ki, tərəfi 8 sm olan kvadratın perimetrini necə hesablayırsan? Artıq o sənin zihinsel fəaliyyətə dayanmalıdır ki, əgər kvadratın bir tərəfi 8 sm-dirsə, sən avtomatik bilirsən ki, onun 4 tərəfi var, 4 tərəfi bir-birinə bərabərdir və sən o 4 tərəfi toplamalısan. Bax, bu tətbiq olacaq. Amma desə ki, sənə P bərabərdir 4A düsturundan istifadə edərək kvadratı perimetrini hesabla, onda anlamaqda artıq sənə düstur verir, sən başa düşəcəksən. Bax, bir dənə bu tətbiqlə anlamaq arasında incə cizgi nədir? Sənə əgər hazır düsturu verir, hazır nümunəni verir, sən o hazır prosesə baxıb həyata keçirdəcəksənsə, deyərəm Səbinə müəllimə, hazır prosesə baxıb deyəcəksənsə, buna anlamaq deyəcəksən. Bax, fiziki tərbiyə dərsində məsələn deyər ki, müəllimin göstərdiyi hündürlüyə tullanmaq hərəkətlərinə baxır, şagird onu yerinə yetirir. Sən orada şagirdin fəaliyyətini ön plana çıxartma. Müəllim göstərir, müəllim nümunə verir, şagird icra edir, onu anlamaq deyəcəksən. Amma desə ki, şagird fəaliyyətləri ardıcıllıqla yerinə yetirir, verilən məsələn hərəkətləri səhnələşdirir, icra edir, o zaman sən ona tətbiq deyəcəksən. Yəni, tətbiq etmək mərhələsində nə var?
prosesi həyata keçirmək var. Bax, eskiz çəkmək, cədvəl tərtib eləmək, istifadə etmək, yerinə yetirmək, bunlar tətbiqə aiddir. Amma harda cədvəl görsən, eskiz görsən, sən onu yalnız tətbiqə aid etməyəcəksən. Bax, məsələn, biri var, deyirəm ki, şagird öyrəndiyi məlumatlıdır riyaziyyat dərsində. Öyrəndiklərini yerinə yetirərək cədvəl tərtib elədi. Buna sən tətbiq deyə bilərsən. Çünki məlumatlıdır, bilir. Sonra cədvəli nəyi harda icra edəcəyi və həyata keçirdir. Amma desəm ki, şagird öz gününü asanlaşdırmaq üçün, öz vaxtını səmərəli həyata keçirmək üçün özünə məxsus cədvəl tərtib edir. Artıq burada bizim tətbiq demək şansımız yoxdur. Bax, orada özünə məxsus sözü icazə verir ki, sən hara gedəsən? Gedəsən yaratmağa. Çünki hamının etdiyi eyni cədvəli etməyəcək. Onu yaratma mərhələsində bir daha da əlaqələndirəcəm. Deməli, biz nəyi bildik bu tətbiq mərhələsində? Tətbiqdə bilirsən ki, fəaliyyət var, kökü fəaliyyətə dayanır. Burada mütləq şəkildə icra olunmalıdır. Yəni, şifahi məlumatlar yox. Şagird kvadrat xətti tənlikləri gəlir lövhədə yerinə yetirir, icra edir. Nə olacaq? Tətbiq. Rolları səhnələşdirir. Öyrəndiklərini cədvəl üzərində yerinə yetirir. Araşdırma aparır. Bax, şagird əgərləri gedir kompüterdə araşdırırsa, verilən tapşırıqları yerinə yetirirsə, nəyisə hazırlayırsa, buna sən tətbiq deyə bilərsən. Yəni, səthi yanaşmalıdır. Amma araşdırıb qiymətləndirməkdirsə, o artıq digər mərhələyə keçəcəkdir. Yəni, tətbiq etmək mərhələsini ümumiləşdirsən, kökü fəaliyyətə dayanır, icra var. Verilən tapşırığı sən özün zehnində icra eləməlisən və yerinə yetirməlisən. Tətbiq etmək mərhələsi olacaqdır. Deməli, aşağı təfəkkür səviyyəsini bir daha ümumiləşdirsək, aşağı təfəkkür səviyyəsində nə var? Xatırlamaq, anlamaq, bir də tətbiq etmək var. Xatırlamaqda faktoloji məlumatlardır, əzbərçi xarakteri daşıyır. Anlamaqda nümunə gətirirsən, əlaqələndirirsən və hazır düsturdan istifadə edərək tapşırığı icra edirsən. Tətbiqdə isə özün o düsturu yerinə qoyursan. Sən bilirsən ki, bu tənliyi həll eləmək üçün hansı düsturdan istifadə eləmək lazımdır və birbaşa olaraq sən o fəaliyyətin icrasını həyata keçirdib təqdim edirsən. Bax, bu tətbiq etmək mərhələsinin əsas açar məqamlarından biridir. Aşağı təfəkkür səviyyəsi şagirdlərin yaradıcı, tənqidi təfəkkürünü formalaşdırmır. Yəni, aşağı təfəkkür səviyyəsi şagirdin məntiqi təfəkkürünü formalaşdırır çox zaman. Məsələn, bir cümlə qarşıya çıxsa ki, aşağı təfəkkür səviyyəsi şagirdin yaradıcı təfəkkürünün də inkişafına şərait yaradır. Yaradıcı təfəkkürünün də inkişafına şərait yaradır. Biz buna nə deyəcəyik? Əlbəttə ki, deyəcəyik ki, aşağı təfəkkür səviyyəsi şagirdlərin yaradıcı təfəkkürünün inkişafına şərait yaratmır. Amma məntiqi təfəkkürünün inkişafına şərait yaradır, buna deyə bilərik. Yox, hazır olanı dəyərləndirir deməyək. O hazır olanı dəyərləndirmək kimi deyək, yerinə yetirir, icra edir deyək. Dəyərləndirir, qiymətləndirir, artıq yuxarı təfəkkür səviyyəsində öz əksini tapacaqdır. Yaxşı, keçirik indi artıq yuxarı təfəkkür səviyyəsinə. Deyəcəm, narahat olmayın. İzahı yekunlaşdıraq, ümumi refleksiya mərhələsində deyəcəm. Yuxarı təfəkkür səviyyəsində isə artıq nə var? Təhlil etmək mərhələsi var. Bax, artıq təhlil etmək nədir? Təhlil etmək. Təhlil etməkdə analiz eləmək var. Ayırd etmək var. Təhlil etməkdə. Təhlil etmək mərhələsi nədir? Az öncə anlamaq mərhələsində əsaslandırmaq feilinə toxundum. Anlamaq mərhələsində olan əsaslandırmaq feili nədir? Sadəcə müqayisə edirsən, əldə etdiyin müqayisəni əsaslandırırsan. Və əgərləri sən əsaslandırırsansa, anlamaqda gedir söhbət. Onu əsaslandırmaq sözünü dəyiş, şərh elə, ümumiləşdir sözündən. Görsən uyğunsuzluq yoxdur. Sözü ifadə edə bilirsən.
O zaman anlamaq götürəcəksən. Təhlil etməkdə nədir amma? Təhlil etməkdə gedəcəksən, mənbələri araşdıracaqsan, mənbədən fakt gətirəcəksən. Və sənin gətirdiyin fakt hamının gətirdiyi faktla eyni olacaq. Bax, keçən ilin aktual sualı. Niyə görə Azərbaycanda qəhvə yetişdirilmir? Fikrinizi faktlarla əsaslandırın. Bax, bu sualı 100 nəfərə də verək, 1000 nəfərə də verək, 5 nəfərə də verək. Verilən əsaslandırma səndən sübut istəyir. Ümumiləşdirilmiş fikrin əsaslandırmasını demir, ha. Biri var ki, deyirəm ki, müqayisə ilə fikri ümumiləşdir, əsaslandır. Sən öz fikri ümumiləşdirib deyəcəksən. Yəni, ümumi başa düşdüyü dərk eləyəcəksən, sübut gətirməyəcəksən. Amma ki, niyə Azərbaycanda qəhvə yetişdirilmir? Bax, bu sualın əsaslandırması odur ki, gedib araşdırırsan da, mən nə bilim niyə görə Azərbaycanda qəhvə yetişdirilmir, düzdür? Gedirsən, mənbədən araşdırırsan, nə bilim, Google-dan yazırsan, ChatGPT-dən soruşursan, deyir ki, ona görə Azərbaycanda yetişdirilmir ki, bunun yetişdirilməsi üçün münbit torpaq şəraiti, iqlim tipi, nə bilim, və yaxud da ki, investisiya çatışmır. Bax, bunu 100 nəfər də araşdırsa, eyni məlumata gələcək. Bu, olacaq təhlil etmək. Sübut gətirəcəksən, təhlil etmək. Deməli, təhlil etməyin bir qolu necə müəyyənləşdirim? Əgər məndən dəlil sübut istəyirsə, mənim verdiyim o dəlil sübut hamının dediyi dəlil sübutla eyni olacaqsa, sən buna nə deyəcəksən? Təhlil etmək deyəcəksən. Bir qolu budur təhlil etmənin. Yəni, fikrini faktlarla əsaslandır. Hamı eyni fikri deyəcək. Hamı eyni yanaşmaya gələcək. Buna sən təhlil etmək deyəcəksən. Təhlil etməkdə bir məqam da var. Müəllifin mövqeyini üzə çıxartmaq. Bax, şairin mövqeyini dilə gətirmək. Məsələn, deyirəm ki, Cəfər Cabbarlı ana dramında ana obrazı vasitəsilə bizə nə demək istəyirdi? Bax, mən burada nə edirəm? Yenə kiminsə fikrini deyirəm, düzdür? Mən bu sualı kimdən sorursam, eyni cavabı deyəcək. Deməli, biz təhlil etmək mərhələsinin hansı yanaşmadan görərik? Bir, faktlarla fikrini əsaslandıracaqsan, dəlil nümunə gətirəcəksən, həmin o fakt fikir hamının dediyi fikirlə eyni olacaq, sübut. Bir, təhlil etmək mərhələsində müəllifin, şairin, yazıçının mövqeyini üzə çıxardacaqsan, məsələn, Nizami Gəncəvi Sirlər Xəzinəsi əsərində oxucularına hansı fikri ötürmək istəyirdi? Müəllifin mövqeyini ön plana çıxardırıq da, düzdür? Buna da sən təhlil deyəcəksən. Bir də təhlil etməkdə nə var? Əsas açar sözlər var. Bax, ən, vacib, daha, mühüm, həll edici, ən, vacib, daha, mühüm, həll edici. Bax, bu sözlər var, ha. Daha çox, görülən işi qabardır, önə çıxır. Məsələn, deyirəm ki, müəllimlər, keçən dərsimizlə bugünkü dərsimizi müqayisə edin, ən mühüm məqamları ön plana çıxardı. Buna sən təhlil deyəcəksən də, çünki burada ön plana çıxardacaqsan. Ümumi olaraq nə edəcəksən? Birinci müqayisə edəcəksən, sonra vacib olanları ortaya çıxardacaqsan, ən vacibləri. Buna sən əlbəttə ki, təhlil etmək mərhələsi deyəcəksən. Deməli, təhlil etməkdə nə var? Ən vacib, mühüm, həll edici olan məqamları önə çıxartmaq və yaxud da ki, ayırd eləmək. Yəni, təhlil eləməkdə bil ki, səthi yanaşma yoxdur da. Bax, indi az öncə Rühəngiz müəllimə yazdı ki, müəllimə, indi daha yaxşı öyrənirəm. İndi hardan bildi o? Keçən səfərki dərslə bugünkü bilikləri müqayisə elədi. Vacib olanları ön plana çıxartdı. Təhlil elədi ki, artıq mən bunu daha yaxşı eləyim.
Yəni mən hər hansısa bir fənlə bağlı termin çəkmirəm. Çəkəndə nümunələrdə fiziki tərbiyə ilə də əlaqələndirəcəm. Məsələn, fiziki tərbiyə dərsi ilə əlaqələndirərəm təhlil etmək mərhələsini ki, müəllim hərəkə bacarıqlarla hərəkə qabiliyyətlər mövzusu haqqında uşaqlara məlumat verir. Uşaqlar hərəkə bacarıqlar və hərəkə qabiliyyətlər arasındakı fərqi müəyyənləşdirdikdən sonra onlar arasında mühüm olan məqamları önə çıxardırlar. Bax görsən təhlildir. Yəni vacib, mühüm məqamları ön plana çıxartmaq. Bu o deməkdir ki, təhlil etmə mərhələsinin əsas açar məqamıdır. Sonra gəlirik dəyərləndirməyə. İndi ümumiləşdirəcəm bütün mərhələlərə aid refleksiya eləyəcəyik sual cavablarla. Təhlil etmək nədir? Bir daha deyirəm. Təhlil etmək müqayisə etməkdir. Təhlil etmək analiz eləməkdir. Təhlil eləmək fikrivi faktlarla əsaslandırmaqdır. Təhlil etmək nədir? Müəllifin mövqeyini ön plana çıxartmaqdır. Şairin fikrin söyləməkdir. Yəni, üçüncü bir şəxsin sanki fikrin ön plana çıxardırsan da, səthi müqayisə, səthi yanaşma yoxdur təhlil etmək mərhələsində. Təhlil etmək o deməkdir ki, müqayisə etmək, fikrivi əsaslandırmaq, fikrivi faktlarla söyləmək, yəni hazır məlumatları, dəlili, sübutu gətirmək. Bir də şairin mövqeyini önə çıxartmaq. Bax, dəyərləndirmək isə nədir? Dəyərləndirmək. Dəyərləndirmək artıq sənin mövqeyindir, sənin yanaşmandır. Əsaslandırmaq sözünü sən dəyərləndirməkdə də görəcəksən. Amma bu dəyərləndirmək, bu əsaslandırmaq eyni əsaslandırmaya gəlməyəcək. Şəxsə görə əsaslandırma olacaq. Bax, məsələn, qruplarda kifayət qədər müəllim var, sadəcə 69 nəfər qoşulub, dəyərləndirib qoşulub. Digərləri, məsələn, deyəcək ki, mən evdə yox idim, biri deyəcək, yatıb qalmışdım, biri deyəcək, işim var idi, biri deyəcək, iş görürdüm. Bax, fərqli münasibətlər var, görürsünüz? Dəyərləndirmənin kökündə şəxsə görə dəyişən fikirlər var. Məsələn, deyirəm ki, bayram tətilini necə keçirdirsiniz? Bayram tətili sizin üçün necə oldu? Bayram tətili haqqında nə deyə bilərsiniz? Hamı eyni əsaslandırmanı gətirməyəcək ki, hərə fərqli dəyərləndirdi də, düzdür, biri istirahət elədi, biri yarım qalan işlərini gördü, biri nə bilim, getmədiyi qonaqlıqlara getdi, biri üçün dedi, ən yaxşısı budur, işləməğil, işə gedəndə bir vaxtımızı düzgün bölə bilirik, biri dedi, bir istirahət elədim. Bilavasitə tənqidi təfəkkürün formalaşmasıdır. Bax, əgər sənə desək ki, yuxarı təfəkkür səviyyəsi şagirdin tənqidi təfəkkürünü, yaradıcı təfəkkürünün inkişafına zəmin şərait yaradır, ona sən doğru düzgündür deyə bilərsən. Çünki tənqidi təfəkkür odur ki, münasibət bildirirsən, sənin fikrindir. Qiymətləndirmək. Bax, qiymətləndirmək, dəyərləndirmək. Tənqidi təfəkkür formalaşdırır dəyərləndirmə mərhələsi. Dəyərləndirmə mərhələsini bir sözlə, iki sözlə necə deyə bilərsən? Münasibət bildirmək, qiymətləndirmək. Məsələn, deyirəm ki, bugünkü dərsimizi qiymətləndir. Və yaxud da ki, şagirdlərin əldə etdiyi nəticəni yoxla. Yoxla sözü sənə qiymətləndirməyə aparırsa, bu dəyərləndirməkdir. Dəyərləndirməkdə mığlara fikir ver, münasibət bildir, mövqeyini bildir. Bəli, mövqeyini göstər, Vüsalə müəllimə. Sonra mühakimə elə, öz münasibətini bildir, öz yanaşmağı bildir. Bu nədir? Dəyərləndirmək mərhələsidir. Dəyərləndirmək bərabərdir tənqidi təfəkkür. Dəyərləndirmək bərabərdir şagirdin şəxsi, subyektiv fikri. Deməli, dəyərləndirmə mərhələsini necə ümumiləşdiririk? Qiymətləndirmək, münasibət bildirmək, mühakimə etmək, yoxlamaq, qiymət vermək. Səncə necədir? Sənin fikrin. Bax, məsələn, fiziki tərbiyəçilərə belə sual düşə bilər ki, sağlam qidalanma haqqında nə deyə bilərsən və yaxud da sənin üçün sağlam qidalanma deyəndə nə nəzərdə tutulur? Sənə görə sağlam qidalanma az yeməkdir, məsələn. Mənə görə sağlam qidalanmaq çox su qəbul eləməkdir.
Sənə görə sağlam qidalanma həyatını aktiv şəkildə həyata keçirməkdir. Mənə görə sağlam qidalanma, məsələn, həftədə 2 dəfə idmana getməkdir. Bax, görürsən, verilən sual əgər gərəkdirirsə, ehtiyac yaradırsa ki, sən fərqli münasibətlər irəli sürəsən, sənin dəyərləndirmən fərqli olsun, ona sən dəyərləndirmə deyəcəksən. Məsələn, bayram şirniyyatlarından hansını sevirsiniz? Sənə görə şəkərbura əladır, mənə görə məsələn şəkərbura əla deyil. Sənə görə məsələn paxlava çox qəşəngdir, mənə görə deyirəm ki, yox, mən paxlava qəbul edəndə təzyiqim qalxır. Bax, bunu görürsünüz də, nuru dildə deyirəm bu. Sənin xoşladığın, mənim xoşladığım və hətta gəlirik müzakirələrdə deyirik ki, zövqlər müxtəlifdir, fikirlər müxtəlifdir. Bax, deməli bu müzakirənin kökü dəyərləndirməyə gəlib çıxır. Tənqidi təfəkkür dəyərləndirmə mərhələsinin inkişafına zəmin yaradır. Bir də var yuxarı təfəkkür səviyyəsində yaratmaq mərhələsi və yaratmaq. Yaratmaqda artıq sən bütün mərhələləri aşmısan, əzbərçi məlumatın var, başa düşüb dərk eləyirsən artıq, əlaqələndirirsən, müqayisə edirsən, artıq başa düşdüklərini icra edirsən, yerinə yetirirsən, sonra analiz edirsən, təhlil edirsən, tutuşdurursan, ən vacib məqamları önə çıxardırsan, sonra qiymətləndirəndən sonra artıq yeni ideya ortaya çıxardırsan. Bax, yaratmaq nədir? Yeni həll yolunu təklif eləmək. Münasibət bildirmirsən, ha? Yeni həll yolunu təklif eləmək. Fərqli perspektivdən yanaşmaq. Məsələn, deyirəm ki, mətni yarıda saxla, sonluğu öz ideya və uyğun tamamla. Bu avtomatik olaraq səni yaratmağa aparır. Deyirəm ki, bax 3 günü mən bayram tətili ilə əlaqəli olaraq, bəli, öz beyin məhsuludur. 3 gün bayram tətili olaraq əlavə dərs günləri elədim. Yerdə qalan bir neçə gün haqqında nə təklif eləyirsiniz? Başqa hansı yollarınız var? Bax, yol təklif elə, ideya ver, fərqli fikir irəli sür. Bu olacaq sənin yaratmaq mərhələn. Bir də yaratmaq mərhələsinin bir açar məqamını deyim sizə, əziz müəllimlər. Yaratmaqda o deyil, nə isə yaradıb ortaya çıxardasan, nə isə. Beyin məhsulu, fikir desən belə, yeni ideya söyləsən belə, o sənin yaratmaq mərhələnin inkişafını həyata keçirdəcəkdir. Dizayn etmək, icad etmək, nə bilim, təklif irəli sürmək, yeni nə isə yaratmaq. Mətnin sonun öz ideya və uyğun olaraq proqnoz vermək. Bax, bu nədir? Yaratmaq mərhələsinin inkişafını özündə əks etdirir. Yaratmaq taksonomiyanın ən üst mərhələsidir. Və tədris prosesində şagirdlərin yaşından asılı olmayaraq sən taksonomiyanın bütün mərhələlərini inkişaf etdirə bilərsən. Amma eyni anda yox, saydədə mürəkkəbə doğru. Yəni, bu nə deməkdir? Sən birinci sinif şagirdlərinə də yaratmaq mərhələsini, birinci sinif şagirdlərində, belə deyim də, yaratmaq mərhələsinə gətirib çıxarda bilərsən, 11-ci siniflərdə. Yəni, fərq etməz, ayrıcalığı yoxdur ki, bu uşaq 1-də oxuyur və yaxud da 3-də oxuyur, buna sən yaratmağa aid tapşırıq verə bilməzsən. Hərənin öz potensialına uyğun olaraq, bəli, sən şagirdləri taksonomiyanın müxtəlif mərhələləri ilə əlaqələndirə bilərsən. Ümumiləşdirsəm ki, taksonomiya haqqında nəyi bilək və sual-cavab eləyəcəm, bütün mərhələləri əlaqələndirəcəm. Ən vacib məqam onu bil ki, hamısının eyni anda yox, sadədən mürəkkəbə doğru bir-biri ilə əlaqəlidir, biri digərini izah edə bilir. Sadədən mürəkkəbə doğru bütün siniflərdə sən bunu reallaşdıra bilərsən. Bil ki, aşağı təfəkkür səviyyəsi məntiqi təfəkkürü, yuxarı təfəkkür səviyyəsi isə tənqidi yaradıcı təfəkkürü inkişaf etdirməyə şərait yaradır. Bil ki, yalnız sən nə aşağı təfəkkür səviyyəsini və yaxud da yalnız nə yuxarı təfəkkür səviyyəsini inkişaf etdirə bilməzsən. Hər ikisini inkişaf etdirməlisən. Paralel şəkildə. Xatırlamaqda əzbərçi məlumatlar var. Hafizəyə əsaslanır. Mütləq orada hazır məlumatın olmalıdır. Sən əzbərləməlisən.
Anlamaqda artıq əzbərçi məlumatları əlaqələndirməlisən. Bax, bugünkü mövzumuzla mən situasiyaları əlaqələndirəcəm. Görüm necə başa düşdünüz. Bax, anlamaqda nə var? Dərk edib başa düşmək, əlaqələndirmək, müqayisə etmək, şərh etmək, öz sözü ilə izah eləmək. Öz sözləri ilə nümunə gətirmək var. Müqayisə edib fikirlərini əsaslandırmaq var. Bir dənə bəzi Müəllimə, məqamlar var. Onlara da bir dənə nümunə gətirim. Daha bir sonra sual verə bilərəm müəllimə? buyurun. Müəllimə, anlamaqda da müqayisə var, təhlil etməkdə də. Bunlar bir dənə fərqləndirərdi zəhmət olmasa. Az öncə elə demək olar ki, fərqləndirmişəm, bir daha da toxunuram. Bax, anlamaqda da müqayisə var. Anlamaqda səthi müqayisədir. Sadəcə deyirəm ki, isimlə sifəti müqayisə elə və yaxud da deyirəm məişət avadanlıqları ilə texniki avadanlıqları müqayisə elə. Bu anlamaqdır. Amma deyirəm ki, məişət avadanlıqları ilə texniki avadanlıqları müqayisə edin, vacib olanları önə çıxardın. Mühüm olanları deyin mənə. Həll edici olanları qeyd edin. Bax, buna artıq sən təhlil deyəcəksən. Anlamaqda sadə iş görürsən, buyurun əzizim, sadə yanaşma var. Amma təhlil etməyəkdə artıq düşünürsən, analiz edirsən, ayırd edirsən. Tətbiqdə icra var, fəaliyyət var. O icranı bilavasitə sən həyata keçirdirsən, yerinə yetirirsən, öz öyrəndikləri və təhlildə dediyim kimi araşdırırsan, faktlarla fikrini əsaslandırırsan, fikrini faktlarla nümunə gətirirsən. Təhlildə Müəllimə, müəllifin mövqeyi var, şairin mövqeyi var. Yəni sən şairin mövqeyini ön plana çıxardırsan, şairin fikrinə belə deyim də münasibət bildirirsən. Bax, bu təhlil etmək mərhələsində. Amma dəyərləndirməkdə nə var? Dəyərləndirməkdə sən öz münasibətini bildirirsən, sən öz yanaşmağı həyata keçirdirsən. Sənin qiymətləndirməndir, sən qiymət verirsən. Münasibət, mühakimə bildirmək, qiymət vermək, yoxlamaq, dəyərləndirmək və yaxud da ki, sual verirəm, sənə görə necə idi? Bugünkü dərs haqqında nə deyə bilərsən? Fərqli münasibətlər dəyərləndirməkdir. Amma baş verən prosesdə fərqli ideya vermək, yeni həll yolu təklif etmək, öz beyin məhsulu ortaya çıxartmaq və hazırlamaq, bu da yaratmaq mərhələsidir. Bəzi məqamların açar məqamı var. Bax, məsələn, öz sözü var ha. Sən öz sözün bir neçə mərhələdə görə biləcəksən və harda öz sözün görsən, deməyəcəksən hansı mərhələdə. Bax, məsələn, deyirəm ki, öz sözlərinlə izah et. Öz sözlərinlə izah et varsa, anlamaq olacaq. Sadəcə izah edəcəksən və yaxud da ki, öz sözlərinlə şərh elə, anlamaqdır. Öz sözlərindən əlaqələndir. Öz sözlərindən nümunə gətir. Buna anlamaq deyəcəksən. Amma deyirəm ki, baş verən proses haqqında öz münasibətini bildir. Öz münasibətini bildir. Neyi edəcəksən? Dəyərləndirəcəksən. Sənə görə yaxşı olan, mənə görə pis ola bilər. Öz yanaşmağı irəli sürəcəksən. Buna əlbəttə biz nə deyəcəyik? Dəyərləndirmə mərhələsi deyəcəyik. Amma desəm ki, öz həll yolu təklif elə. Bax, buna artıq sən nə deyəcəksən? Yaratmaq mərhələsi deyəcəksən. Öz həll yolu təklif elə. Sənin həll yolun nədir? Yaradıcı təfəkkürdür və yaratmaq mərhələsidir. Demək ki, öz sözün harda görsən, qaçıb bir mərhələ ilə əlaqələndirməyəcəksən. Öz həll yolun təklif etmək, yaratmaqdır. Öz münasibətini bildirmək, dəyərləndirməkdir. Öz sözlərindən izah edib şərh eləmək isə nə olacaq? Anlamaq mərhələsi olacaqdır. Bir də əsaslandırmaq feilinə toxunuram yenə. Əsaslandırmaq. Əsaslandırmaqda nə var? Əgər nümunə gətir, fikrini əsaslandır deyirsə, bu anlamaqdır. Necə bilim? Əsaslandırmaq sözün şərh etmək əvəz elə. Əvəz et.
Görürsən, dəlilin, sübutun yoxdur ki. Deyirəm ki, taksonomiya ilə təfəkkür mövzusunu müqayisə ilə fikri əsaslandır. Yəni deyirsən ki, müqayisə ilə fikri şərh elə. Oldu. Buna sən deyəcəksən. Bax görürsən, cümlədə sadəcə olaraq sadə bir işə göndərmək var da, cümlə geniş şəkildə deyil. Amma desəm ki, get araşdır, fikri faktlarla əsaslandır. Bax, fakt gətir, fakt. Faktla əsaslandır. Üstəgəl sən deyəcəksən ki, bu faktla əsaslandırmaq hamının eyni əsaslandırmasına var, o yazılmışdı da. Yəni, mən dəlili, sübutu öz beyin məhsulumla yanaşmıram. Öz münasibətimi bildirmirəm. Yazılıb artıq hazır mənbə var ki, mən o hazırdan əsaslandırıram. O zaman ona sən təhlil etmək deyəcəksən. Bəli, məntiqi təfəkkür vurğulayacaqsan. Və yaxud da deyirəm ki, öz münasibətini əsaslandır. Və ya əsaslandırma zamanı dəyişən şəxsə görə fikir varsa, yəni şəxsə görə mən biri əsaslandıracaq, biri başqa dəlil gətirəcək, digəri başqa dəlil gətirəcəksə, bu da nə olacaq? Dəyərləndirmə mərhələsi olacaqdır. Yəni, dəyərləndirmə mərhələsi bərabərdir tənqidi təfəkkürü formalaşdırmaq, yaratmaq mərhələsi bərabərdir yaradıcı təfəkkürü yox, əsaslandırmaqdan söhbət gedir, yaratmaqdır. Öz həll yolu təklif elə, bu yaratmaqdır, öz münasibətini, öz fikrini dilə gətirirsə, bu əlbəttə ki, dəyərləndirmə mərhələsi olacaqdır. Aşağı təfəkkür səviyyəsi məntiqi təfəkkürün inkişafına, yuxarı təfəkkür səviyyəsi isə tənqidi yaradıcı təfəkkürün inkişafına zəmin yaradır. Bil ki, taksonomiya zəncirvari, iyarxiyaya quruluşa malikdir, sadədən mürəkkəbə doğru bir-biri ilə əlaqəlidir və fəaliyyəti bilavasitə nə edir? Özündə əks etdirir.